tutun təkcə özü yox, qurusu və doşabı da qiymətlidir. Bu mövsümdə kəndlərdə əsrlərdir yaşadılan bir ənənə də var. Tut ağaclarının şirəli meyvələri ailə üzvləri tərəfindən çırpılır, odun ocağı alışdırılır, yetişmiş tutların şirəsi sıxılır və nənələrimizdən qalan xüsusi üsulla xalq təbabətində əsrlərdir istifadə olunan doşab hazırlanır. Doşab içində ağ tut, lap əlverişlidir. Ona görə ağ tutdan həmişə doşab bişiririk. Qara tutdan da bişirmək olar. Hansı tutdan istəsən bişirə bilərsən. Amma ağ tutdan bişirmək lap sərfəlidir. Bunun şirəsi, ağ tutun şirəsi, qara tutun şirəsindən daha çoxdur. Ona görə də elə bir qara tutdan bişirəndə bir vedrə 10 kilodan az çıxır da, elə 800 qram çıxır. Amma bundan çıxır 1 litr yarım çıxır, 1 litr 300 qram çıxır, belə çıxır. Ona görə bunu ağ tutdan eləyirik. Qaynayacaqdır. Ondan sonra götürüb tökəcəyik bunu torbuya. Hüsniyə xanım deyir ki, yaxşı doşabın sirri istifadə olunan tutda, odun ocağında və səbirdədir. Doşabın rəngi, dadı və keyfiyyəti belə formalaşır. Bunu hazırlamağı çox çətin məsələdir. Görürsünüz, onu ağacdan çırpmağı neçə nəfər lazımdır. O adamları toparlamaq lazımdır, çadırı lazımdır. O gətirib qaynatmaq lazımdır. Bunu qaynadacağıq 15 dəqiqə, 20 dəqiqə qaynayandan sonra qarışdıracağıq möhkəm. Tökəcəyik çuvallara. Bu çuvallarda bunu süzəcəkdir. Şirəsi ayrı süzəcəkdir. Cəcəsi ayrı qalacaqdır. Onun cəcəsini atacağıq, gedəcək. Öz şirəsini qoyacağıq, təzədən qaynayacaq. Ondan təzədən biz doşab eləyəcəyik. Doşabı qaynayacaq, özü baxacaq ki, belə ağ köpüyü qalxır. O köpük qalxanda o doşabı götürüb qoyacağıq yerə. Doşab odun ocağında ona görə pişir ki, dadı qəşəng olur. Odunun qoxusu qəşəng olur. Onun elə bir ki, ona gözəllik verən, keyfiyyət verən odundur. İldə heç olmayan bir 200 kilo pişiririk. Ondan da çıxır 40 litr, 30 litr belə. Mis qazanda qaynayan tut şirəsinin xoş ətri ətrafa yayıldıqca keçmiş xatirələri də oyadırdı. Doşab bişirməyi mən rəhmətlik mamamdan öyrənmişəm. Mənim mamam çox bişirərdi. Ləyənlər doldururdu, vedrələri doldururdu. Yer tapanmırdı bu vaxtı. Pişirirdi, yığırdı. Anam elədiyinə görə, öyrəndiyimizə görə mən elə o ənənə ilə də gedirəm, pişirirəm, satışa da verirəm, uşaqlarıma da istifadə edirəm. İndi tut qaynadı, bu tutu tökürük çuvallara. Çuvaldan bu tut özü şirəsini süzür. Süzəcəkdir bunu. Bunun suyunu götürəcəyik, təzədən bir də qoyacağıq qaynamağa. Bir gün belə qalmalıdır ki, suyu yaxşı süzsün. Şirədir da, bunun suyu şirədir, su deyil əslində. Doşabın indi suyunu süzdük, qoyduq ocağa qaynasın. İndi bu qaynayanda bunun üzünün kəfini təmiz götürəcəyik. Kəfini yığandan sonra tez-tez qarışdırmaq lazımdır ki, bu doşabın dibi yanmasın, özü yanmasın, acılığı olmasın da, elə bir ki, doşabın öz dadı olsun. Ona görə bu doşabı da yaxın, gərək yanında durasın. Doşabı qoyub gedə bilməzsin. Bunu bişirmək üçün bunun işi çoxdur. Gərək bunun işini öz qaydasında eləyəsin. Doşabın rəngi budur. Aha, bax budur, bax tutun rəngidir. İndi bu qəşəng qıpqırmızı qızaracaqdır. Qızaracaq olacaq qıpqırmızı su. Aha, bax görsən. İndi bu qıpqırmızı olacaqdır. Ocağın başında çalışan zəhmətkeş kənd qadınının əl əməyi ilə ərsəyə gələn doşab vitamin və mineral qaynağıdır. Bir xörək qaşığı tut doşabı içmək, bir stəkan tut yeməyə bərabərdir. Qan azlığı zamanı ondan geniş istifadə olunur. Mənim atam həmişə tutu çox əşərdi. Deyirdi, tutdan çox faydalı şey yoxdur. Doşabdan çox faydalı şey yoxdur. Səhər tezdən bəysumatla da biz yeyirdik. Doşabı ən çox xəmir xörəklərinə eləyirlər. Xəşil pişirirsən, xəşili tökürsən üstünə yeyilir. Tərək çalırsan, quymaq tərək eləyirsən, onun üstündə gedir. Öz kürəyi olan adam bir stəkan suya, bir xörək qaşığı tökürsən, qarışdırırsan. Onu qaşıq-qaşıq öz kürəyin gəldikcə onun işkinə sən gör necə fayda verəcəkdir. Qaraciyara, ödə çox faydası var.
Bu xalq təbəbatıdır da. Elə bir ki, bunu dədə-babalarımız bunu ən çox bundan istifadə edib. Qabaqca dərman yox idi, iynə yox idi. Bundan istifadə ediblər. Bundan da yararlanıblar. Ona görə də bunu biz elə heç əlimizdən buraxmırıq, ənənəmizi aparırıq.